Və 35-ci müəllif, deməli, zəkat bölümündən sonra 35-ci, yəni baba qədəm qoyur və buyurur ki, İttiba'ul cənaiz minəl iman. Deyir, cənazəni ittiba eləmək nədəndir? İmandandır. Cənazə ümumiyyətlə İslam şəriətində müsəlmanların üzərinə olan haqlarından biridir. Və cənazə namazın hökmü fardul kifayədir. Yəni, fardul kifayədir odur ki, bir neçə qism insan qılarsa və qalanların boyuna neyniyər? Düşər. Əgər heç kim qılmayıbsa, hamısı neye daşıyar? Günah daşıyar. Və cənazə namazı müsəlmanlar üçün, möminlər üçün qılınan cənazə namazıdır ki, o cənazə namazı deməli, müsəlmanların üzərində, yəni dirilərin, ölülərin üzərində son haqlarındandır. Yəni, onu kəfənləmək, cənazəsini qılmaq və dəfn eləmək. Və bu müsəlmanların üzərində olan haqlarındandır ki, və Peyğəmbər s.ə.v bu hədisdə, deməli, müəllif daha doğrusu bu bölmədə cənazəni dalınca getmək məsələsini imana aid edib. Yəni, rivayətə gəldiyi kimi bildirib ki, yəni, o özü bir əməl olaraq nədən sayılır? İmandan sayılır. Yəni, bugün kimsə cənazəni elə-belə qılırsa ki, əşi, qardaşı, qoy gedim qılım, o əgər orada savab, əməl baxımından fikirləşmirsə, o ona yazılmaya da bilər. Çünki əməllər nəyə görədir? Niyyətə görədir. Amma unutmaq lazım deyil ki, əməllər imandan olduğu kimi, cənazə də imandandır. Çünki cənazə özü nədir? Bir əməldir. Və cənazə namazının və müəllif burada inşallah hədisdə oxuduğumuz kimi indi oxuyacaq, görəcəyik ki, müəllif burada cənazə namazının nə boyda böyük savab olduğunu bildirir. Müəllif burada Əbu Hüreyrə radiyallahu anh hədisini gətirir ki, buyurur ki, Ənə Rasulullah sallallahu aleyhi və səlləm qal, Mən ittəbə cənazətə muslimin imanən və ihtisabən və kənən ma'hu hətta yusallə aleyhə və yufrağa min dəfnihə fəinnəhu yərcü minəl əcri bi qirateyni kulli qiratin mithl Uhud və mən sallə aleyhə thumma rəcə qabl ən tudfənə fəinnəhu yərcü bi qiratin. Və müəllif burada Əbu Hüreyrə radiyallahu anh hədisini gətirir ki, Əbu Hüreyrə buyurur ki, Peyğəmbər s.ə.v dedi ki, kim cənazənin dalınca gedərsə, yəni kim bir müsəlmanın cənazəni ittiba edərsə, yəni cənazənin dalınca gedərsə, yəni Allah subhanallah imanla və əcrini qazanmaqla, yəni elə belə yox. Yəni elə belə kimsə cənazə, əşi, qardaşlar gedir, mən də gedim, vaxtım var da, əgər o niyyətində imanla və savab məqsədlə getmirsə, o savabı da neynəmir? Hasil etmir. Və burada həmən savabı əldə etməkdən ötürü məhz insanda nə lazımdır? Həmən niyyəti etməsi yəni lazımdır. Və Peyğəmbər s.ə.v bildirdiyi kimi imanla və ihtisabən, yəni iman edərək və əcrini qazanmaq baxımından cənazə ittiba edərsə və hətta onun üçün namaz qılıb və onun dəfn olunmasını bitirərsə, işini bitirərsə və o 2 qirat əcrində qaydar. Yəni 2 qirat savab əcr qazanaraq geriyə dönər. Və yəni hansı məsələlər eləsə, yəni cənazə nədən ibarət? Cənazə ilk öncə, əgər insan dünyasını dəyişdisə, onun müsəlmanlar üzrə düşən vacib əməllər nədir? O insanı yumaq, onu kəfənləmək və onun cənazəsini qılıb onu neynəmək? Dəfnlətdirmək. Aydındır. Və əgər o yuyuldusa, kəfənləndisə, yəni onun qohum əqrabası bunu elədirsə, 1-2 nəfər elədirsə, qalan müsəlmanlar bunu neynəməlidir? Cənazəni ittiba eləməlidirlər. Çünki bir rivayətdə gəlib ki, Peyğəmbər s.ə.v bildirir ki, əgər bir müsəlmanın cənazəsinin arxasında 40 nəfər Allah'a şərik qoşmayan şəxs onun üçün namaz qılıb dua edərlərsə, Allah subhanətələ o insanı onlardan neynəyər? Şəfaətçi edər. Yəni, o 40 nəfərin şəfaətinə görə o insan nə olar? Bağışlananlardan olar. Bu da həqiqətən də İslam dininin bir daha rəhəmli, mərhəmətli və bu boyda Allah subhanə bizə verdiyi neməti xatırlamağa dəyər ki, və İslam dini bu cür nemətli, bu cür nemətlərlə toplumu olan bir İslam dinidir. Və qeyd etdiyimiz kimi, cənazəni ittiba edirik və cənazəni də ittiba edəndən sonra 2 əməlimiz qalır. Onu bastırmamışdan qabaq, dəfn etməmişdən qabaq ona cənazə qılıb və sonra onu dəfn eləmək. Və Peyğəmbər sən bildirir ki, kim cənazənin dalınca gedərsə və gedərsə burada alimlər, təhcə əyaqla getmək deyil, eyni zamanda hətta bugünkü gündə maşınlarla dalbadal getmək nə sayırlar?
həmən hədisə uyğunlaşdırırlar, yəni həmən hədisdən sayırlar. Kim cənazəni ittiba edərsə və ona cənazə qılıb, hətta o bastırana qədər orada dayanarsa və bastırılandan sonra, iş qutarandan sonra geri dönərsə, deyir, 2 qirat savab qazanmış olar. 2 qirat da nə qədərdir? Hər biri Uhud dağı boyda. Ancaq Uhud dağı nə boydadır? Onu yalnız və yalnız həcc ömrəyə gedəsiniz ki, görəsiniz. Yəni Uhud dağı ona görə Uhuddur ki, yəni Uhud yəni tək sayılır ki, çünki Uhud dağı böyüklüyünə görə demək olar ki, Mədinəni belə götürsək də, yəni qiblənin əks tərəfini tutur. Yəni əgər qiblə sənin arxandadsa, üzü sənin Uhuda tərəf baxanda, üzün Uhuda dayanırsan və Uhud dağı da təxminən kilometrlə deyə bilmərəm. Yəni demək olar ki, Mədinənin o istiqamətdə bütün hüdudlarını əks elətdirir. Yəni o boyda böyük dağdır ki, yəni oradan başlayır 10 neçə kilometrlərlə uzanır. Və hündürlüyü də Allah bilir. Yəni hündür dağdır. Hansı ki o dağdan bu yana Məscid Dəccal eləməyəcək, keçməyəcək. Çünki Məscid Dəccal Uhudun üstünə çıxacaq və necə hədisdə gəldiyi kimi və Məhəmmədin ağ qəsrinə baxacaq. Və peşmanlıq girə bilməyəcək. Çünki mələklər qoymayacaq onu girməyə. Aydındır. Və Uhud dağı həqiqətən də böyük dağdır. Və Peyğəmbər s.ə.v də həmən savabın dərəcəsini, qədrini bildirməkdən ötürü sahabələrin başa düşdüyü kimi neynədir? Başa saldı. Yəni Peyğəmbər s.ə.v deyə bilərdi Qafqaz sıra dağları. Deyə bilərdi, vəh gələrdi ki, denə Qafqaz sıra dağları qədər. Və ya da ki, Camalugma zirvəsi qədər. Yəni, bəlkə də Qafqaz sıra dağlar bəlkə ondan da böyüdür, aydındır və hətta ki, o biri dağlar da ondan böyüdür. Ancaq şəriətin hikmətindəndir ki, necə xitab olunurlar insanlar, onların başa düşdükləri kimi. Aydın, necə ki, Allah Subhanahu Allah ərəbləri nəyə nümunə gətirdi onlara? Dəvənin xilqətini. Ələm tər eləcəmə keyfə xuliqat, məgər dəvəni görmək necə xəliq olunub. Niyə görə dəvə? Orada Allah Subhanahu keçi də deyə bilərdi, quzu da deyə bilərdi, ceyran da deyə bilərdi, gözəl atdan da deyə bilərdi. O qədər məxluqat var idi. Ancaq Allah s.ə.v nəyə dedi onlara? Dəvəni. Çünki onları dəvəni öz övladları kimi tanıyırdılar. Bu bilirlər ki, bunun nə atası kimdir, babası kimdir, nənəsi kimdir, filan şey kimdir, bu xət hansı kansının belindən gəlir, yəni o cür. Və Peyğəmbər s.ə.v də həmən cənazənin, yəni savabının miqdarını bildirməkdən ötürü onların başa düşdüyü misalı gətirdi və dedi ki, Uhud dağı boyda. Və dedi ki, qiratin, yəni nə deməkdir? 2 Uhud dağı boyda. Və sonra Peyğəmbər s.ə.v həmən o savabı 2 yerə böldü. Yəni, bəzi insanlar işinə, gücünə, nəyəsə görə, xeyri hərisliyinə görə və ya da başqa bir işlərin, güclərin dalınca getməyinə nasıl olaraq Peyğəmbər s.ə.v həmən 2 qiratı 2 hissəyə böldü və bildirdi ki, onların birinci hissəsi onu ittiba edib cənazəsinə aiddir. Yəni, kimsə cənazənin dalınca getdi və onun cənazəsini qıldısa, o artıq bir qiratı neynədir? Qazandı. Və kimsə cənazəni qılandan sonra onun dəfnində iştirak edərsə, hətta o dəfn olunub qutararsa və sonra qayıdarsa, ikinci qiratı neynədir? Qazandı. Və Əbu Hüreyrə radiyallahu anh bu hədisi Peyğəmbər s.ə.v meclisinə danışanda və sahabələrdən biri o hədisi bilmirdi, eşitməmişdi və öz oğlu ilə dayanmışdı o biri şeyin arxasında, sütunun arxasında və eşitəndə ki, Əbu Hüreyrə bunu danışır, sonra oğluna deyir ki, ey oğlum, ya bu nə ya? Deyir, ey oğlum, biz gör nə qədər qararitlər itirmişik. Yəni, nə qədər biz o Uhud dağı boyda sahablar itirmişik. Yəni, eləməməyimizə görə. Və həqiqdən də bu peşmansız bugün bizim özümüzdə də var. Yəni, əslində, cənazə namazı bugün bizdə çox olmayan bir ibadətdir. Yəni, az biz ona rast gələ bilirik. Və biz, əgər xüsusən də ibadət edən şəxslərin cənazəni qılmaqdan ötürü biz bir çox işlərimizi təxirə sala bilər. Niyə görə? Çünki o cənazə namazı hər dəfə düşən ibadət deyil. Yəni, hər dəfə o boyda savab qazanmaq bizim imkanımız olmur. Aydındır. Və biz bir daha əgər bu cənazə namazında bu savabı qazanmaq naminə, o qardaşımız haqqını tam ödəmək naminə biz əgər bu əməli edəriksə, bu həmçinin də bizə qırağdan baxan cahillərin də bizə hərisliyinə, bizə necə deyərlər, baxıb sevilməklərinə, bizə rəğbətlərinə, bizi sevgilərinə gətirib çağıracaq ki, gör qardaşların nə qədər dağlanır, heç bir qohumu deyil. Deyəcək, bu bunun qohumu deyil. Sadəcə bir etiqaddadırlar, bir dindədirlər. Gör, bunlar əgər hətta ölənə yaxın bunlar bir-birlərini belə yola sallarsa,
Deyəcək, gör, bunlar dirilikdə bir-birlər necə tərəfini tuturlar, necə bir-birlə yaxşılıq edirlər. O baxımdan da bugünkü bir çox cahil insanlar, məsələn, biz görürük ki, filan qardaşımız kasıbdır, qonşular bir ki, filan kəs kasıbdır. Ancaq görəndə ki, bunun evinə gəlirlər, produku var, hər şey var, deyirlər, vahabilərə ayda pul verirlər. Çünki görür, o kasıbdır, namaza gələndən sonra görür, vəziyyəti yaxşılaşır. Deyir, vahabilərə pul verirlər. Daha dərk eləmir ki, ona kömək eləyən, onu o biri din qardaşı. O artıq o kasıb ola, öz boyuna vacibdir ki, o qardaşın kasıbını iynəsini aradan qaldırsın. Bu heç də onların zənn elədiyi kimi deyil. Bunu sadəcə bilməyə ötürü gəlir, onlar hidayət olsunlar və onlar bizim aramıza gəlsinlər, görsünlər və ondan sonra görsünlər ki, həqiqətdə o bunu kim alır. Aydındır. Və sonra Peyğəmbər s.ə.v qeyd etdiyimiz kimi, deməli, iki qeyratı böldü iki yerə, birini əməlin bir hissəsinə, o birisinin əməlin bir hissəsinə ayırdı ki, yəni hər bir şəxs bilsin ki, yəni iki qeyrat həmən əməllərin hansı, yəni hissəsinə verilən, yəni savabıdır. Və inşallah bu ilə də kifayətlənək və Allah sonra bizə eşli faydalardan versin və Allah sonra bizim dövlətimizə, millətimizə, xalqımıza hidayət versin və bizə haqqı haqq kimi göstərsin, onu ittiba eləmək nəsib eləsin və batılı batıl kimi göstərsin və ondan bizi qorumağı nəsib eləsin və düzünü Allah bilir və sallallahu Muhammedin və aləli Rahim. Elhamdülillahi Rabbil alemin və salatu və salamu alə əşrefil ənbiyə vəl mursalin seyyidənə Muhammedin və aləli və səhbi əcma'in. Allahumma yassirli əmri واشرح لي صدري واحلل عقدة من لساني يفقهوا قولي اللهم علمنا ما ينفعنا وانفعنا ما علمتنا إنك أنت العليم الحكيم اللهم بين لنا الحق حقا وارزقنا اتباعه وبين لنا باطلا باطلا وجبنا منه. Hər şeydən öncə Allah Subhanahu wa Ta'ala nemətlərinə görə şükür etmək lazımdır və qul unutmalı deyil ki, Allah Subhanahu wa Ta'ala nemətlərinə nə qədər çox şükür edərsə, Allah Subhanahu wa Ta'ala ona olan nemətlərin artırar və həqiqətən də hər bir qulun üzərində, istər varlı, istər kasıb, istər sağlam, istər xəstə, hər bir müsəlmanın üzərində Allah Subhanahu wa Ta'ala nemətlər hədsizdir və yalnız qul o nemətlər itəndən sonra, ondan uzaqlaşandan sonra qul həmən nemətin qədrini bilir və o neməti itirməmişdən qabaq onun qədrini bilib şükür etməyə lazımdır ki, Allah Subhanahu wa Ta'ala da bizə olan nemətlərin daha da artırsın və həqiqətən də açıq-aşkar, yəni nemətlərdən biri əmin-amansıq nemətidir ki, onun səbəbi ilə biz Allahın izni ilə öyrənib, öyrəndiyimizi öyrədə bilirik və nəticədə isə öyrəndiklərimiz əməl edə bilirik ki, Allah Subhanahu wa Ta'ala bizim bu nemətimizi daha artırsın və bizi şükür edən bəndələrindən etsin. Və biz keçən dərsdə İmam Buxarinin İman kitabından 35-ci bölməni bitirdik, yəni cənazəyə ittiba eləmək imandandır bölməsini bitirdik. Və bu gün də müəllif deməli iman bölməsində 36-cı bölmədə deməli belə bir bölmə gətirib ki, bəbu xoful mu'minin min ən yəhbətə əməluhu və huvə la yəşur. Deyir, belə bir bölməni gətirib ki, yəni müsəlman qorxmalı, çəkinməlidir ki, onun əməli batıl ola bilər, itə bilər və özü də hiss eləməsin. Yəni, sanki əhl-i sünnənin etiqadına görə heç bir müsəlman, heç bir mömin, yəni, nə vaxtsa özünün din, əqidə üzərində sabit qalacağını arxalanıb, yəni, əməllərini, ondan sonra etiqadını, dini tərk eləməsin. Yəni, nəyin varsa, hansı etiqadda, hansı əməldəsənsə, yəni, daha da çalış, yəni, imanı artır, əməlləri artır. Yəni, hər hansısa bir əməllə kifayətlənib, yəni, əməlvə arxain olma, deməklə ki, Allah'a şərik qoşmuram, bir-iki namaz tərk eləsəm də Allah Subhanahu bağışlayacaq və yaxud da ki, Allaha şərik qoşmuram, zina eləsəm də olar, filan asilər eləsəm də olar. Yəni, müəllif qeyd etmək istəyir ki, yəni, bu elə bir mömin heç vaxt o cür şeylərdən əmin olmaz, arxain olmaz. Mömin daimən əməllər edərək yenə də Allah Subhanahu onu azdırmaq ehtimalından arxain olmalı deyil. Yəni, hər bir zaman Allah Subhanahu istədiyi kəsi azdıra bilər və bu azdırmadan qorxmaq, çəkinməyə lazımdır. Və müəllif də burada gətirib ki, onun əməli, yəni ihbət olar, yox olar, puç olar və bu puç da, yəni iki cür puç ola bilər. Puç ola bilər, əslən puç ola bilər. Yəni, necə əslən? İnsan mömin olduğu halda kafir olub, əməlini batıl edə bilər və yaxud da insan kafir olub, sonra möminə çönə bilər və mömin olanda onun küfrdə elətdiyi əməllər nə olacaq? Küfrü yoxa çıxacaq, yəni olacaq, yəni mömin. Və bu
əslən puç eləyir əməlini. Çünki bir kəs mömin olandan sonra, müsəlman olandan sonra əməlinə şirk, küfür, qatı və onun üzərində ölərsə, onun əməli əslən nə olar? Təmiz puç olar. Və ikinci də puç vəzində, yəni çəkidə olan puçdur ki, hansı qiyamət günü hər bir kəsin əməlləri mizan tərəzinə ölçəndən sonra onun pis əməli yaxşı üstün gələ bilər və ya da yaxşı əməli pisə üstün gələ bilər. Yaxşı əməli pisə üstün gəldiyi halda o cənnət əhli olacaq. Əgər pis əməli yaxşı üstün gələrsə, onda Allah Subhanahu taalanın istəyi altında olacaq. Allah Subhanahu sizə onu əfv edəcək və sizdə onu, yəni cəhənnəmə salacaq. Və müəllif bu babın altında deməli sələflərdən bir neçə söz gətirir. Birinci İbrahim Ət-Teymi rəhməhullah sözünü gətirib ki, deyir: "Mə aradtu qawlu ala amali illə xəşitu an akuna mukəzzibən." Deyir, İbrahim Ət-Teymi, yəni məşhur, yəni tabinlərdən olub, sələflərdən olub və qeyd edir ki, mən hər zamandır sözümü, əməlimi ərz elədim, yəni öz ediklərimi əməlimlə uyğunlaşdırmaq istədim və hər dəfədə qorxdum ki, mən yalancı olum. Yəni, birbaşa baxın ki, yəni, düzdür, hədis deyil, sələfin əsəridir, amma necə dəyərli, yəni, bir sözdür ki, yəni, insan əgər əməllərini sözünə görə ölçəsi olsa, yəni onun elədikləri, dediklərini nədir? Çox azdır. Və əslində də Əli radiyallahu anh dediyi kimi, deyir, kim nə qədər istəyir öyrənsin. Yəni, elmin məhdudiyyəti yoxdur. Yəni, şəriyyətdə heç kim deyənməz ki, getdi 5 il oxudu, gəldi və salam buna elmə ehtiyac yoxdur. Və ya da kimsə getdi, doktor aldı, gəldi, 12 il otaq buna ehtiyac yoxdur. Yəni, insan ola bilər ki, 20 ilin, 30 ilin elmi həsr eləsin və gəlsin, bir müddət əməl eləməsə, əməllər neynəcək? Tərk edib gedəcək onu. Cəlil radiyallahu anh dediyi kimi, deyir, insan nə qədər istəyir öyrənsin, elm qazansın. Ancaq unutmasın ki, o elm, o əməllə yol yoldaşıdır. Elm nə vaxt görsə ki, əməl yoxdur, əməl onu tərk edib, elm də onu qoyub neynəyəcək? Köçüb başqa yerə gedəcək. Və ona görə müəllif də burada İbrahim Ət-Teymin sözünü gətirir ki, hər zaman deyir, sözümü əməlimə ölçəndə, əməlimə uyğunlaşdırmaq istəyəndə, əməlimlə bir araya gətirmək istəyəndə, hər dəfə qorxuram ki, yəni yalancı olum. Niyə görə? Çünki elədiklərim, dediklərimdən qat-qat, yəni aşağıdır. Və eyni zamanda müəllif burada İbn Əbi Muleykənin sözünü də gətirib ki, Ədraktu 30 min əshabi nəbi sallallahu aleyhi ve sellem kulluhum yəxaf ən-nifaq alə nəfsihi. Və müəllif burada yenə də tabiinin sözünü gətirib ki, İbn Əbi Muleykə deyir ki, mən Peyğəmbər s.ə.v sahabələrin 30-na yaxınına çatdım. Yəni 30-na qədərini gördüm. Və hamısı öz nəfsinə olan nifaqdan qorxurdu. Yəni hamısına özlərindən münafiq olmamaqlarından elə də əmin deyildilər. Yəni tam elə bir ki, əgər desəydilər ki, aranızda birində filan şey var, birində filan şey var, dərhal bunlar həmən o pis olan şeyini yeniyərdilər, yəni özlərinə götürürlər. Yəni bu o demək deyil ki, bu sahabələr özlərini münafiq sayırdılar. Xeyr, belə məhfum əslən düzgün deyil. Yəni kimsə elə başa düşsün ki, sahabələr özlərini münafiq sayırdılar. Bu əslində rafizilərin onları atdılar, yəni böhtandır ki, onlar münafiq idilər, dindən sonra və s. Sadəcə müəllif burada qeyd etmək istəyir ki, yəni onlar heç vaxtı əməllərinə arxain deyildilər. Və əgər arxasına gəlib qulaqsa görsək ki, burada müəllif hər zaman o sahabələr ondan qorxurdular ki, onlar hər zaman qəlbləri çönə bilərdi. Çünki qəlblər kimin barmağı arasındadır? Allah Subhanahu barmağı arasındadır. Və o sahabələr həmən nifaqdan özlərinə görə qorxurdular ki, bunlar nifaqa düşə bilərlər. Asiliklərin ucubatından, Allah Subhanahu əmrlərinə itaat etməməkdən, hər hansısa bir asili yerinə yetirməkdən, onlar münafiq halına düşməkdən yəni qorxurdular. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm münafiqlərin adını Huzeyfəyə bildirəndən sonra və Ömər radiyallahu anh öz xəlifəlik dövründə gəldi, Huzeyfədən soruşdu. Və Huzeyfədən soruşdu, dedi ki, mənim adım onların arasında var, yoxsa yoxdur. Və Huzeyfə radiyallahu anh dedi, xeyr, yoxdur, heç kimdə soruşmasın, daha heç kimə yəni deməyəcəm. Hətta Ömər radiyallahu anh, yəni o cür insan, cənnətlə, dəfələrlə müjdələnən insan və İslamiyyətdə, İslam yolunda elədikləri bütün uğurlara, nailiyyətlərə baxmayaraq, yenə də həmən insan öz nəfsinə nifaqa qorxurdu. Yəni,
tam əmin deyildi ki, bu artıq qurtuldu. Bu artıq %100 cənnətin ortasında gedir. Hətta müjdələnsə də belə, o əminəmansılığı özlərinə vermirdilər. O rahatsızlığı özlərinə vermirdilər. Ona görə müəllif İbn Əbu Muleykənin sözün arxasına buyurur ki, Məmunhum əhədun ən yəqul innəhu alə imani Cibril və Mikail və yuzqaru və deyir ki, onlardan heç biri demirdi ki, onların imanı Cibrailin, Mikailin, yəni imanı kimidir. Yəni onlar mömin idilər. Onlar Allah Subhanahu dərgahında haqq möminlərdən necə ki, Allah Subhanahu onları Quran-Kərimdə vəsf etdiyi kimi və eyni zamanda onlar çoxları, hətta sahabilərin hamısı mütləqən ümumi halda cənnətdən müjdələnlərdən idilər və eyni zamanda Allah Subhanahu Quran-Kərimdə onlardan və onların da Allahdan razı olduqlarını bildirmişdir. Bununla da yanaşı onlar özlərinin imanlarını Cəbrailin, Mikailin imanı səviyyəsində hiss eləmirdilər, nitq də eləmirdilər, onun dillərinə də gətirmirdilər. Və müəllif sanki bu məsələni gətirməkdə əvvəldə olduğu kimi yenə də murciyələrə və onların rəyində olanlara, cəhmiyyələrə və qədəriyəli xavaclərə birbaşa olaraq bu məsələlərlə müəllif rədd qaytarır ki, yəni hətta o sahabələr özlərini o səviyyədə iddia etmirdilər. Baxmayaraq ki, Peyğəmbər s.ə.v bütün ümmətin, hər bir kəsin Uhud dağı boyda qızıl sədəqə etsə də belə, sahabənin ovucunun yarısı qədər savab qazanmadığını bildirdiyi halda, sanki bütün ümmətin elədiyindən sahabələrə savab gedir. Yəni, onlar bu səviyyədədirlər. Və bununla yanaşı, onlar özlərinin imanlarını Cəbrailin, Mikailin imanları kimi görmürlər. Yəni, o özlərində o arxançılıqlar yox idi. Yəni, özlərini onlar, hətta onlara deyilən müjdəyə, Quranda onların, Allahın onlardan razı olması ayəsinə baxmayaraq, onlar o əminamançıqları özlərində əks elətdirmirdilər. Yəni, bildirmirdilər ki, tabiyinə ki, sən heç kimsən, mən artıq cənnətliyəm, mən biləyəm. Yəni, onlar hətta o yaşadıqları dövrdə o cür müjdələrə baxmayaraq, yenə də onlar özlərini o cür, yəni təbəqəli insanlardan, yəni imanların Cəbrailin, Mikailin imanı səviyyəsində olanlardan iddia etmirdilər. Və eyni zamanda Həsən el-Basri rəhməllah qeyd edir ki, Mə xafahu illə mu'minun və lə əmənəhu illə munafiq. Həsən el-Basri buyurur ki, yəni öz imanında əmin olan yalnız və yalnız bir münafiq olar. Yəni, mömin həmişə imandan qorxulu olar. Yəni, heç vaxtı nifaqa düşməyindən özünü deməz ki, mən artıq sığortalanmışam, mən heç vaxtı nifaqa düşə bilməyəcəm. Deyir, mömin heç vaxtı əmin olmur. Əmin olan kimlər olur? Münafiqlər olur. Çünki onların əslən qəlblərində iman yoxdur. Ancaq mömin daima nifaqa düşməyinə nə edir? Yəni, qorxur. Nəyin səbəbində? Elədikləri asiliklərin ucbatında. Baxın, görün, bu günlərdə bir qardaş əgər sağlam fikirli idi, sağlam rəyli idisə, daimən meçiddə, cəmaət namazına riayət edən insan isə, təkvir fikirlərini düşəndən sonra görürsən ki, zahirən bütün asilərlə itaət nə oldu? Hamısı itdi. Yəni, zahiri itaətlər yoxa çıxdı. Və əgər sələflərdə də belə bir qayda var ki, əgər insan bir sünnəni itirirsə, tərk edirsə, yerinə nə gəlir? Bidət. Əgər bir bidəti tərk etsə, yerinə nə gəlir? Sünnət gəlir. Əgər insan zahirən, yəni müsəlmana olan aid əməlləri tamamilə tərk eləyibsə, o insan özündə nə hiss eləyə bilər? Əminəmansıqlı hiss eləməlidir, yoxsa ki, nifaqlıq hiss eləməlidir. Yəni, əgər insan daimən asilləri edirsə və elə düzgün də sayırsa, bir var ki, insan hər bir kəs asidir. İstər zahiri gördüyümüz, istər gizli olan asillər. Ancaq bir var, insan asili eləyir və iqrar eləyir ki, onun imanı zəifdir. Və hətta ki, hər hansısa valideyn tərəfindən, iş tərəfdən problem var, o ibadəti yerinə yetirə bilmir. O aydın məsələdir. Onun özü bilər, Rəbbi bilər. Ancaq bir də var ki, insan asili eləyir və eyni zamanda iqrar eləyir ki, belə də olmalıdır. Yəni, necə belə olmalıdır? Yəni, hələ burada o bir itaətlərdən söhbət gedə bilməz. Burada bu asilikləri belə də eləmək lazımdır ki, hətta düz rəyləri var ki, kafirlər bilməsin, sən tanınmayasan və hətta ki, o xırda məsələdir, böyük məsələlər var, nələr, hamısı onlar şeytanın nəyidir? Onlara aşıqları qapıdır. Yəni, o şeytanın onlara apardıqları vəsvəsələrdir ki, bu xırdadır, o xırdadır və nəticədə isə onlar zahirən bütün əməlləri nə ediblər? Tərk ediblər. Hətta Allah Subhanahu evinə cəmaət namazına getməyə belə. Hətta cümələri belə. Hətta nəyi? Yəni, zahirən
həcc yoxdur, zəkat yoxdur, o yoxdur, bu yoxdur. Yəni, zahirən heç bir əməl qalmayıb ki, yəni, zahirən bunu görəsən, İslama nisbət eləyə biləsən. Və bunun da nəticəsi odur ki, yəni, insan heç vaxtı özünə, nifaqa düşməkdən arxain olmalı deyil. Çünki əgər insan bu qədər asiliklər edirsə, asiliklər hamısı küfrün şöbələri sayılır. Deməli, o hər dəfə asilik etdikcə küfrdən nəyin eləyir? Bir qismini eləyir. Və hər dəfə də itaat yerinə yetirəndə imandan bir şöbəni edir. Və nəticədə isə asilikləri etdikcə imanı azalır və itaətləri etdikcə isə imanını neyniyir? Başlayır artmağa, kamilləşməyə doğru gedir. Və Həsən el-Basrinin də sözü gözəl sözdür ki, yalnız və yalnız kafir, münafiq, yəni nifaqa düşməyindən yəni əmin olar. Yəni əmin olar ki, bu artıq belə də qalacaq, bundan o yana getməyəcək. Ancaq müsəlman, mömin həmişə yəni nifaqı qorxmalıdır, nifaqa düşməkdən qorxmalıdır və daimən itaətlərə doğru getməlidir ki, çünki bilməlidir ki, hər asilik etdikcə o küfrə bir addım yaxınlaşır və hər dəfə itaət elədikcə o imana yəni doğru yaxınlaşır. Və sonra müəllif burada başqa bir sələfin də sözünü gətirib buyurur ki, Zübeyd deyir ki, Səəltü Əbəval ənil murcə fəqal, həddətəni Abdullah ənə nəbiyyə sallallahu aleyhi ve sellem qal, sibəbul muslimin fusuqun və qitalu kufrun. Yəni, Əbu Vail, o da məşhur, yəni tabinlərdəndir və Zübeyd ondan soruşur ki, mən ondan murciyələr haqqında soruşurum və o, Abdullah ibn Məhsudun hədisini gətirdi ki, Peyğəmbər s.ə.v deyib ki, yəni müsəlmanı söymək fasiqlidir, onunla döyüşmək isə yəni küfürdür. Və müəllif burada qeyd edir ki, yəni murciyələrdən soruşdum və Əbu Valin də ölümü təxminən bəzi rivayətlərə görə 82-ci, Hicrin 82-ci ilində və bəzi rivayətlərə görə, tarixi məlumatlara görə isə o 99-cu, Hicri 99-cu ildə dünyasını dəyişib. Yəni təxminən hələ bir əsr, yəni tamamlanmamışdır. Hicrətdən bir əsr tamamlanmamışdır. Və bu da onu göstərir ki, murciyələrin, yəni çıxma tarixi, yəni heç də 2-ci, 3-cü əsrlərdə deyil. Murciyələrin çıxma tarixi ta yəni qədimdəndir. Yəni hətta yəni təsəvvür edin tabinlərin dövründə artıq murciyələrin əqidələri artıq yəni var idi. Və müəllif burada qeyd edir ki, Peyğəmbər hədisini gətirib ki, müsəlmanı söymək fasiqlidir. Yəni o zaman ki ondan murciyə haqqında soruşdular, o murciyələrin etiqadını açıqlamadı, şərh eləmədi ki, murciyələr belə deyir, murciyələr belə deyir. O sadəcə bir cümlə ilə Peyğəmbər s.ə.v hədisini gətirdi ki, Peyğəmbər s.ə.v deyir ki, müsəlmanı söymək nədir? Fasiqlidir. Və müsəlmanla döyüşmək nədir? Küfürdür. Yəni, murciyələrə görə əməllər nədir? İmandan deyil. Əgər sən dillə tələffüz etmisənsə, çoxunun rəyi budur və bəzən də rəyinə görə, bəzi murciyələrə görə də qəlbində etiqad etmisənsə, yəni imandan bu ikisi varsa, sən artıq möminsən. Necə möminsən? Kamil möminsən. Sənə heç bir günah neyləməz, təsir etməz. Və Əbu Valin də yəni, hikmətinə baxın ki, o nə üslubda başa salır ondan soruşana. Yəni, soruşanda murciyə və hamı bilir ki, murciyə ilə nəqidəsinə görə asililər imana neynəmir, təsirləmir. Ancaq bu hədisi gətirməklə bildirir ki, hətta müsəlmanı söymək nəyə bərabərdir? Fasıqliyə. Fusuq da Allahın itaətdən çıxmış şəxslər deyilir. Yəni, fasiqlik. Yəni, hər bir həddini aşan, Allahın qoyduğu itaəti həddi aşan. Yəni, əgər bircə söyüşlə insan fasiq ola bilirsə və eyni zamanda bundan daha şiddətlisi müsəlmanla döyüşmə əgər insanı küfrə aparırsa, küfrü sayılırsa, deməli, bu birbaşa kimə rəddir? Murciyələ rəddir ki, asiliklər imana neyniyir? Təsir eləyir. Ancaq murciyələ görəsə, əgər sən la ilaha illallah demisənsə, iqrar etmisənsə, qəlbində təsdiq etmirsən, dilinə tələffüz etmisənsə, sənin artıq imanın kim kimidir? Cəbrailin, Mikailin və eləq və s. Yəni, o səviyyədə kamil imanlı yəni şəxsən. Və müəllif də burada yəni, sələf üslubundan istifadə edir ki, yəni, bütün açıqlamaqdansa, sadəcə bir dənə qısa hədisi gətirir ki, yəni, bu cür amillər imana təsir edirsə, deməli, murciyələrin dedikləri nədir? Batil. Və sonra müəllif bu bölmədə Ənəs radiyallahu anh hədisini gətirir ki, Ənə Rasulullah sallallahu aleyhi ve sellem xarəcə yuxbiru bi leylətil qadri fətələhə rəculəni minəl muslimin fəqalə inni xarəctu li yuxbirakum bi leylətil qadri və innəhu tələhə
fulanun və fulanun fərufi'at və əsə ən yəkuna xeyran ləkum iltəmisuhə fi səbi' və tisi vəl xamsi. Və müəllif burada Ənəs İbn Malik radiyallahu anh hədisini gətirir ki, və Ənəsə də bu hədisi Ubadə bin Samit radiyallahu anh danışıb. Deyir ki, bir gün Peyğəmbər s.ə.v yəni minbərə çıxırdı ki, Qədr gecəsindən xəbər versin və iki nəfər mübahisə, müsəlmanlardan iki nəfər mübahisə etdiyinə görə və Peyğəmbər s.ə.v minbərə qalxanda o mübahisə o Peyğəmbər s.ə.və nəyə səbəb elədi? Onun gününü deməyi hökmünü qaldırdı. Yəni, sanki Allah subhanətələ unutdurdu. Yəni, o əmri neynədi? Qaldırdı. Və Peyğəmbər s.ə.v bildirdi ki, mən çıxmışım sizə xəbər edeyim və filankəsin, yəni bu cür mübahisə eləmələri artıq məndən bunu sizə deməyi qaldırdı. Yəni, mən sanki Allah bildirəcəkdim və mübahisə səbəb oldu ki, mən bunu sizə bildirmədim. Yəni, bildirə bilmədim. Yəni, hökmü qalxdı. Və buyurur ki, və mən istərdim ki, arzulayardım ki, bu sizin üçün daha xeyirli olsun və sanki deyir, ancaq axtarın hansı günlərdə 7, 9 və 5-ci günlərdə. Və müəllif burada hədisi o mövzuda gətirib ki, yəni mübahisə etmək, xüsusən də əgər haqsız yerə, haqqın izharı olmayan yerdə, yəni haqqı izhar etməməkdən ötürü olan mübahisə həqiqətən də bəyənməyən, yəni mübahisələrdir ki, çünki İmam Müslim bu rivayəti öz kitabında gətirir və qeyd edib ki, onlar yəni elə mübahisə edirdilər ki, sanki hər özünü haqq sayırdı və hədisə də gəlib ki, və onların yanında kim var idi? Deyir, şeytan var idi. Və şək yoxdur ki, şeytan olan yerdə də bərəkət, rəhmətdən söhbət gedə bilməz. Və sanki Allah subhanətə Peyğəmbər s.ə.v bu hökm neynədi? Yəni qaldırdı, sanki unutdurdu. Yəni Peyğəmbər çıxırdı desin və mübahisə və o mübahisənin yanında gələn şeytanlar səbəb oldu ki, Allah subhanətə öz bərəkət neynədi? Yəni götürdü. Və bu birbaşa onu göstərir ki, bu ümmətin zəifləməsi, bərəkətin itməsinin əsas amillərindən biri də məhz haqsız yeri olan, yəni mübahisələrdir. Hətta çox uzağa getməyək, öz dəvətimizi götürək. Nə zaman elm əhlinin, dəvət əhlinin arasında haqsız mübahisələr baş verirsə, dəvət nə olur? Dəvət zəifləyir. Çünki zəifləməsinin də səbəb birbaşa olaraq artıq şeytanların müdaxiləsidir və müsəlmanları parçalamaq istəyən şəxslərin müdaxiləsinə heç bir mani olmur. Və sanki bir növ, əgər su duru olanda balığı oradan ovlamaq olmur. Çünki görünür və gələn əl uzananda, nəsə uzananda balıqlar görüb hürkür. Ancaq balıqları ovlamaqdan əsas məsələ nədir? Suyu bulandırmaq. Və bulandıran halda da orada demək olar ki, xaos yaranır və nə istəsən də orada edə bilirsən. Və dəvət də bu cürdür. Nə zaman dəvət axarı ilə, nizamı ilə, qaydası ilə, sünnəyə uyğun gedirsə, Allah sonra müvəffəq verir, bərəkət verir və cəmaət başlayır artmağa. Və nə vaxtsa haqsız mübahisələr, dəlilsiz, sübutsuz mübahisələr və yaxud da ki, məqsəd yönlü mübahisələr yarananda və şeytan macal axtarır, macal tapır və dəvət başlayır zəifləməyə. Və bu hədis onu göstərir ki, və ümmətin zəifləməsindən, bərəkətinin qalxmasının əsas səbəblərindən biri də məhz ümmətin haqsız yerə, yəni bir-birinə, yəni mübahisə etməsidir ki, məhz Peyğəmbər s.ə.v də bu cür səbəbdən Qədr gecəsinin hansı gündə olduğunu məhz yəni unutdu. Və eyni zamanda Peyğəmbər s.ə.v bildirdi ki, yəni o üçün daha yaxşıdır. Yəni hər hansısa bir günün təyin olunmaması ümumi ibadət üçün daha gözəldir. Çünki əgər hər hansısa bir gündə təyin olunsaydı ki, filan gündədir, sanki insanlar bütün günləri tərk edib həmən günə meyl edəcəkdilər. Ancaq Peyğəmbər s.ə.v bildirdi ki, bu daha xeyirlidir. Xeyirlidir o baxımdan ki, insan daha çox ibadətə meyl edəcək. Və açıq-aşkar hədislərdə gəldiyi kimi, Peyğəmbər s.ə.v bildirib ki, Qədr gecəsini axır 10 gündə axtarın. Və bu ən gözəlidir, ən kamilidir. Və biraz tənbəllər üçün, biraz hansılar ki, işlə, güclə və yaxud da ki, canı tutmur, yaxşılığın azadına görə onlar axırı tək günlərində. Hətta onlar üçün nə var?
yəni bir var tam 10 gün ibadət eləsin və bir də var axırıncı 10 günün tək gecələrini ibadət eləsin. Və bu rivayət onu göstərir ki, hətta tək gecələrin hamısını yox, yəni 7, 9 və 5-lərin, yəni bu 3 dənə təki, yəni bunu da tutmaq olar. Və bəzi rivayətlərdə gəlib ki, 27-si, hansı İbn Abbas radiyallahu anh öz dövründə and içdi ki, vallahi deyir, Qədr gecəsi həmən, yəni 27-sidir. Və çoxları elə zənn etdi ki, İbn Abbasın dediyi 27-ci gecə sanki bütün illər üçün, əslində beləncə deyil. O Qədr gecəsinin özünün əlamətləri var, özünün hansı halda olma anı var ki, Peyğəmbər onu bildirib, hədislərdə gəlib və sanki insan bütün 10 gününü, ən yaxşıdır 10 günü ibadət eləsin ki, çünki 10 gününü, hər ayın, Ramazan, axır 10 gününü, yəni etiqafını eləyən və yaxud da ki, Qədr gecəsini axtaran, 10 gündə ibadət edən insan, Qədr gecəsini axtararaq ibadət edən insan, unutmasın ki, yəni 33 il yəni bunu etmiş olsa, yəni heç olmasa biri nə olur onda? Nağda düşür. Yəni 100% həmən də Qədr gecəsinə düşür. Çünki hər il 10 gün qabağına gəldiyinə görə, yəni sanki bir ayda 3 gün, 3 dəfə yer dəyişilir və bu 12, deməli, təxminən bir il üçün 36 yəni il elir. Yəni 36 ildə insan tutan, hər ayı tutan, hər dəfə tuta bilər və ən azı o bir dəfə yəni tutmaq ehtimalı var. Çünki hər dəfə axırıncı 10 günü yəni tutursa. Və bu hədis onu göstərir ki, yəni haqsız yerə və haqqın izharı olmamaqdan ötürü, yəni mən öz haqlığımı ispat edeyim deyə, mən haqam, sən batilsən, sən mən deyəcəksən, yəni bu cür etiqad edib mübahisələr etmək, yəni haqsız yerə bu cür mübahisələr etmək, bu ümmətin zəifləməsinə və eyni zamanda bərəkətin qalxmasına səbəb olan yəni amillərdəndir.